Meksika körfəzindən gedirəm hansı boğaz cəmlə? Yucatan, Hansı dənizə gəldik? Odur bir. Karib, Karp dənizinin coğrafi mövqeyi kənar, kənar dəniz hesab olunur. Hansı faydalı qazıntı görərik burada? boksit var idi orada. Qamışı. Neft, qaz. Hə, neft qaz. Neft, qaz görərik. Buradan keçdim Əli. Panama kanalı mənim. Panama kanalından keçdik. Gəldik buradan belə. Elmin. Drake boğazı. Direkt boğazından gəldim. Əli. Moz. Mozambik mənim. Mozambik. Cəmlə. Torres, Torres boğazı. Torres boğazı hansı dənizləri birləşdirdi? Sakitdən Hind, Dəniz. Arafura mənim mərcanım. Arafır Mərcan. Arafur və Mərcan dənizlərini birləşdirdik burada. Sakitdən Hind okeanını birləşdirdik. Burada yadıma düşdü ki, telefon evdə qalıb. Geri qayıtdım çeriz. Hansı boğazdan keçərəməli? Bas boğazım yəni. Bas boğazdan. Keçəndə yadıma düşdü ki, yox, telefon şeydəymiş, içəridəymiş, gəmidəymiş. Gəldik, buradan yavaş dönəmədim. Bir kuruq kəsəmədim yavaş. Kuruğu kəsdik, belə keçdik. Hansı boğaz? Kuk boğazı mənim. Kuk boğazı. Elmin. Kuk boğazından gəldim qaça-qaça, tez buradan belə keçdim. Bering boğazından keçdi. Bering boğazından. Hansı dənizləri birləşdirdim? Bering boğazı Bering dənizi ilə Skot dənizi, Skot dənizi hansı okeana məxsusdur? Şimal Buzlu okeanı, Bering dənizi. Sakit okeanı. Neçə yarımkürədə yerləşir bu dənizlər? 3 yarımkürədə. Üç yarımkürədə. Buradan da düzdür boğazlar var. Girmirəm o boğazlara. Qaça-qaça gəlirəm. Belə içəri girdim. Cəbəli Cəmlə. Tarix. Cəbəl Hə. Tarix. Cəbəl Tarix boğazından gəlir. Cəmlə hansı boğaz olacaq burada keçdiyim? Tunis boğazı, Tunis və ya da Siciliya boğazı. Buradan gəlirəm. Azərbaycana gəlməyə çalışırıq. Hansı dənizdəyəm? Ora mən Egey. Egey dənizi. Ege. Ege dənizindən keçdim Elmin. Bosfor. Dardanel. Dardanel. Hansı dənizə keçdim Cəmlə? Mərmərə, Hansı boğaz keçdim? Bosfor. İndi Bosfor keçdik. Bosfor. Bosfor. Hansı dənizdəyəm? Qara, Qaradəniz. Qaradəniz qışda donmaya məruz qalırmı? şimal Bəli, mənim. hissəsi, hə, Şimal şimal hissəsi. hissəsi, Qalır. Qaradəniz coğrafi mövqeyinə görə daxili, Daxili. Qaradənizdən keçdim. Hansı boğaz? Kers boğazı mənim. Hansı dəniz? Azov. Azov dənizi. Azov dənizinə tökülən çay. Don çay. Don çayı mənim. Don çayı ilə gəldim. Hansı kanal? Volqa Don kanalı. Hansı çay? Volqa çayı. Hansı dəniz? Xəzər dənizi. Xəzər. Çatdım hara? Kür çayına. Kür çayı mənsəbinə. Bakıya. Sabunçuya. Hə, Bakı. İçəri çatdı Sabunçuya. Bu belə getdi. Hərdə Buradan Meksika körfəzindən çıxdım. Elmin hansı boğaz? Florida. Florida boğazı. Əli hansı boğaz? Orada mənim deməli Hudson boğazıdır. Hudson boğazına gəldik, keçdik, getdik bəli. Bəli. Sonra bu boğazlarla keçdik, getdik. Yaxşı. Kerç boğazı hansı yarımadalara ayırdı bir-birindən? Kırım tamam. Krım tamanı bəli. Tama yarımadasından hansı dağ başlayırdı? Kinovrosso. Sinovrosu. Bu. Qafqaz. Oy. Oy. Evet. Qafqaz dağları başlayırdı. Bəs nədir? Sinovrosu Rusiyada Azərbaycana şeydə Qafqazın daxil olduğu hissə idi. O tamam şey deməli Samur çayı başlayır. Görüyorsunuz. Hər hissə başlamır buradan, yox. Bir dənə Qafqaz dağları başlayırdı. Hı. Sonra burada belə bir sual verim, risk yazıma düşdü. Burada Qaradəniz sahillərində Gürcüstanda bir dənə ovalıq var idi Cəmlə. Hansı ovalıq idi o? Koloxida, Toyuqda ovalıq yerləşirdi, bəli. Sonra buradan gələk belə Asiyanın şərqindən.
Cəmlə hansı ada yerləşir burada? Saxalin. Saxan adası. Saxan adası nə mənşə adadır? Materik. Bu adanı materikdən ayıran boğaz Tatar. Tatar boğazı. Tatar boğazından gəldim, keçdim. Hansı dənizdəyim? Yapon dənizi. Yapon dənizindən Yapon. keçdim. Hansı boğaz? Koreya boğazı. Hansı dəniz? Sarı. Sarı dəniz. Bəs yaxşı, buradan gəlib belə keçsək. I ilə başlayır. Laperoz. Laperus. Laperez Buradan belə boğazı. keçsək. Kunaşir. Qonşir boğazı. Ayrılır bəli. Sonra. Deyək ki, burada hansı boğaz yerləşir, deyilmi? Malakka. Hansı əraziləri ayırır? Malakka yarımadasından Sumatranı. Nəyi birləşdirir? Sakit və Hind okeanı. Sakit və Hind okeanı. Burada hansı dəniz yerləşir? Cənubi Çin. Cənubi Çin dənizi. Coğrafi mövqeyinə görə Kənar dəniz. kənar dəniz. Əli, Bəli. rəqəmən ardıcıl deyirsən. Başla. De gəlsin sən mən yazıram. Yo yazmam, yaz bir ədi deyim. Ay maşallah. Say gəlsin. Deməli, 1-də Beringdir, 2-də Oxotdur, 3-də Yapondur, 4-də Sahara dənizdir, 5. Ondan sonra 5-də Tayvan adasıdır. Ay, Ondan dənizləri sonra saysan. Burada nədir? şərqisini. Tayvan üstə qoymuşum, ona görə çalışdım. 6-da Cənubi Çin dənizidir, 7-də Filippindir. Ondan sonra 9 Yava dənizidir. Ondan sonra 8 Sulawesi dənizidir. 10 Banda dənizidir. Səhv etmirəmsə, hə, Bandadır. Ondan sonra 11 Timur, 12 Arafur, 13-dəki Mərcan. Mərcan dənizidir. Mən o gün belə bir şeylə şahid olmuşam ki, bəzi yoldaşlar şeylər, uşağa telefonu xəritənin üstünə tuttururlar evdə. Bir oradan sual cavab verin. Necə mən? Telefonu tuturlar, uşaq xəritənin üstünə tutur evdə. Elə bir ki, müəllim oradan soruşur, falan şeyi göstər, falan şeyi göstər. Belə belə bir şey də var. Sonra elmin sayır bizim üçün. Evet. Sıfır. 1, 2, 3, 4, 5, 6, 7, 8. Yarımadlar da. Dənizləri sayırıq ağalım. Bir Adriyatik. Yəni 7-də hansı yarımadanı saya bilərsən ki, sən yarımadanı sayırıq. Və yaxud da 1, Bir 2, 3, Adriyatik. 4-də 4 dənə yarımada çıxara bilərsən oradan mənə. Bir Adriyatik. Hə. 2 Eyon. 3 Tirren. 4 Ligurya. Və 5, 6, 7, 5 8. bir Hemen 5 Ecek. 6 Mermene. Hə. 7 Azov dənizi. 7 7 Azov dənizi. ya 8 olmalı Azov dənizi. Hə. Yəni bu boyda gecələk dənizdən adlarını bilirsən. Gəl burada Qara dənizin adını səhv salırsan, eləmi? Qara dəniz Kara deyəm. dənizi var. Deyir ki Allah 8 Azov dənizi. mənə kömək olsun. Bir də sana bilmirəm. Öz işinizdir. Mənə kömək olsun bana. Sonra buradan belə gedək. Cəmlə sən deyirsən bu dəfə. Daha sonra Limanları da saydırız. bunu xəttlə kartım özümdə. Buradan belə düşür də təxmin eləmi? Belə düşər. 5 Mənim bu mənə gəlməz dedim, gəldi mənə düşdü bu. kəndlər düşür eləmi? Düşəcəkdim yerlərini görə. Sən say. Nə düşəcək?
Deməli, bir Şimal dənizi, iki Norveçdir, üç Barentsdir, dörd Karadır, Karadəniz, beş, yeddi Skotdur, altı, Çəkirik. altı, Şərqisi bir vaxt evlər. hə, Burada isə bəs 8 hansı dənizdir? Ağdəniz. Və xəritəmiz rəngarəngdir. Ağ, qırmızı, sarı, qara. Hər renk dənizimiz şükür Allaha var. Sonra gəldik buradan. Biraz da yarımadadan adadan gedək görək. Xahiş edirəm, o seyv edin. Qütbdəki o. Yaxşı, belə bir şey edəcəm. Elmi hesabını verirəm. Nə gəldi bura? Deməli, Burada da deri biri var. qütbdəkilər. Təxminən 7, bir də burada var. Təxminən 8. Say. Deməli, bir Korska, Kim saya bilər bunu? 3 Korska, 4 Siciliya, Saya bilən var bunu təmiz. Bəli, müəllim. De. Bu olan saya bilər. Hı hı. Deməli, mənim bir Balear adalarıdır. Hı hı. 3 Korsika, ondan sonra 2 Sardiniya, 4 Siciliya, ondan sonra 5 harada 5 Krit adasıdır. 6 Kipirdir. Qaldı 7 Maltadır, 8 də ki Rodosdur. Sağ ol sən. Bəli, burada bir də boğaz vardı. Hansı boğaz? Bunu tanırıq ki. 2-3 sonrasında. Messina, Messina. Yox. Yox, yox. Bonifacio boğaz Gözü. boğaz. Bonifacio. Burada isə Messina boğaz yerləşir. Bu isə də Messina boğaz yerləşir. Sonra bu belə. Burada gedək belə. İndi yarımadalardan gedirəm. Yox, adalarla gedim hələ əvvəl. Adalarla sıxışdırım sizi. Məncə ən çətin oraydı. Yəni, oradan başqa çətin ada var ki, gör. Cəmlə boğazın şeylər düzəlt. Sən sayasın. Ay, mən ən güzgücə yerdə deyirəm, mənə gəlməsin, gəlib indi mənə versin bu sualları. Bəli, qəbul da elədi də. Bu mənə düşməsin desən, gəl o sual düşür. Cəmlə orada kök satırır. Cəmlə, de gəlsin. Bir, yox, iki Sahalindir. Üç, üç Komor adalarıydı. Bax, bildiklərini şey edirəm, üstdən silirəm. 2 Saxalin. Bir Kuril Kamçatka adaları olmalıydı. Ha. Dörd Yapondur müəllim. Yapon hansıdır? Mən Yapona 3 dənə, 4 dənə rəqəm qoymuşam. Birindən canım qurtarmır. Üç Haynandır müəllim. Bildikləri de Hönşü getdi. adası. Bildikləri Hönşü de. adasıdır. Üç Hönşü adasıdır müəllim. Yox. Yaxşı, dörd Yapon adasıdır müəllim, dörd istəyir. Nəysə, bu getdi. Bildiklərini say. Sonra biraz aşağılardan sayım. 13 Kalimantandır. 13 Kalimantan. Yox, Cəmlə, sən Sumatra. şərtdən bu qədər zəif olduğunu bilmirdim axı. Sumatra. Sumatra, hə, Sumatra. 14 Yavadır müəllim. Aha. 12 Kalimantandır. 15 Sulawesi adasıdır. Xeyr. Timor adası. Hı -hı. 16 Papua Yeni Gviney adasıdır. Yeni Gvinea. 7 Tayvan adasıdır. Sonra 17 Yeni Zelandiyadır.
Qalanları qaldı desən. Yəni qalanlarını da görək. Deyim deməlim. Deməm 8 Haynandır. 8 yox daha doğrusu 9 Lussondur. 10 Mindanaodur. 3 Hokkaidodur. 4 Honshidir. 5 Shikokudur. Bu da ki Kyushudur. Altta Kyushudur. Bu adalar genəlliklə adlarını çəkdiklərimizdə bunlar bir dənə burada Kuril adalarını çıxırsan. Bir də Rük adaları var burada. Bunlara çıxırsan. Qalanlar hamısı materik mənşə adaları hesab edilir. Düzdür. Filippin də içərisində xırdaları var, vulkanik mənşəli. Amma genəlliklə bunlar materik mənşəli. Cəmlə xəritə problemim var. Xəritə işləyən evdə boş vaxtlarını ayır. Xəritə üzərisində məşq edərkən, işləyən, çalışkən xəritəyi öyrənəsən. Ha, elmin. Yarımadaları sayırsan sən mənə. Elvin rahat uzanmışdı, yeri dəyişdi kimisi. 19, 20, 21. Mən Başla bir gəlsin. pozan götürəsin deyə. Pozan götürün deyə silmə. Hə, Dəniz. başla. Yüküm azalsın. Deməli 15 Kiçik Asiya, Hə, 19 Apeni yarımadası İtaliya, tamam. 20 Pirene yarımadası İspanya, 9 Kamçatka yarımadası Rusiya, sonra 12 Malakka yarımadası, 11 Hintsin yarımadası, 14 Ərəbistan yarımadası, 13 Hindistan yarımadası da. Şübhə edirəm onu. Ee, 10 Koreya yarımadası. İki dənə Ee, rəqəm yazmışam. Bir dənəsi artıq deyil. Hı, o nədir? Kare yarımadası. hə, Hı. görsən. Hadi sonra nələr qaldı burada? 18 Balkan yarımadası. 2 Skandinaviya yarımadası. 7 Taymır yarımadası. Ee, Cəmlə qalanları de. 4 Yamal, 5 Qıdan. Hı. Daha sonra 8 Deməli, Çukot mən orada yarımadası. Ən yuxarıda. Kola yarımadası var, Skandinaviyanın orada rəqəm oxuya bilmirəm. 3. O Sonra birisi Kola yarımadası. Hə. bir Yutlandiyadır. Hı. 17 Taman yarımadasıdır. Deyə 17-dirsə, hə. Qırımdır. Hayır, Kırım olsun, Kırım. 16 Tamandır onda. 21. Başqa harada Böyük qaldı? Britaniya yarımadası. 21 haradır? Bretan müəllim. Bretan. Britaniya Britaniya yarımadası. yarımadası. Bəli. Hansı ölkəyə məxsusdur? Fransa. Fransa. Fransa müəllim. Fransaya. Fransa Brat idi, Brat. Buratanları var idi. Bəli, buratanlarımız var idi Fransada. Sonra gəldik burada. Bunu tanıya bilməzsiniz. Çətin məsələdir. Madagaskar da üst Şri Lanka'da. Burada bir dənə ada var. Yəmənə məxsus adadır. Onu kim tapsa halal ona. Sokotro müəllim. Papa olan deyil. Sokot adası sağ olsun. Üst Tasmanya. Şu müəllim adımı dəyişdirirəm. Çirkəni dəyişdirirəm mən. Hə, Şurada adı live dəş, keç şeyə, rütbəni böyüt, Akulaya da keç. Bu belə. Dəniz soruşduq, bunu soruşduq, onu soruşduq, getdik. Körfəz deyə gedək biraz da. Cəmlə. Alyaska, Kaliforniya, Meksika,
Müqəddəs Lavrenti, Rəqəmli də deyə məndən sən elə deyirsən Xud- orada mən elə ağlına gələn sayırsan. yaxşı, bir olacaq Alyaska, 2 Kaliforniya, 3 Meksika, 7 Hudson körfəzi, 6 Müqəddəs Lavrenti körfəzi, 5 Fandi körfəzi, yoxsa 4 mü? 4 Düz 4 deyirsən. olsun Fandi körfəzi. 4 yox, Hə, 5 4 Fandi körfəzi. men körfəzi, 5 Fandi körfəzidir. Çayda yerləşir Fandi körfəzi. 8 də ki La Plata körfəzi. Lapata körfəzi. Mən səndən razı. Mən sənə heç zad deyirəm. Sonra gəldik buradan. Belə gedək. Elmin. Və yazım əmniyyət. Burada da biri var əslində. Olmalıdır mı? Başlayayım. Başla. Deməli, 1 Qviniya körfəzi, 2 Ədən, 3 Oman, 4 Basra, 5 Sita, Basra 7 körfəzi Biskay, aradır. 4 Basra körfəzi aradır. 4. Basra İran, körfəzi hansı körfəzidir? İran körfəzidir. İran körfəzi də. Basra nədir? Yo, adı xərt. O 2 Türkçə. 1 Qviniya, 2 Ədən, 3 Oman, 5 Sita, 7 Biskay. 2-ni də 3-ü silin, 5-i də silin. 3-ü də silməli, 3-ü də. Hə. 6 Cenevra körfəzi. Bir şey yoxdur. 8 Lyon körfəzi, Lyon var idi Lion. 6-da Lyon. Aysa, Lion körfəzi yerləşdi. 8 9 10 Botnik Finriqa. 8, 9, 10. Botnik, Fin, Finriqa. Riga. Bunlardır. Ardıcıl. Məncə burada körfəzdə də bizim böyük problemimiz yoxdur deyə düşünürəm. Mən rahat mən yerimdən elədim. Hələ də gəlsin. Baş deməliyim. Bir hardadır? Hə, 1 Karpeteniya, 2 Böyük Avstraliya, 3 Coğrafiyaslar körfəzi, 4 Siam körfəzi, 5 Benqal körfəzi, 6 Bakbu və yaxud da Tonkin körfəzi, ondan sonra 7 Şelixov körfəzi, 8 də ki Anadır körfəzi. Anadır, arzular. Ardıcılar. Bəli, buna belə getdik. Ama heç bir sual cavab olmamışdı. Başqa nə var? Nə qaldıq? Ada, yarımada, körfəz. Yaxşı, 8 dəqiqə vaxtımız qalıb. Cəryanları bir dənə gedək. Deməli, Cəmilə. Qərb küləkləri cəryanı. Əli, Bu mənim periodu. Soyuq periodu. Elmin, Falkland. Soyuq cəryan. Cəmilə, Benqal. Əli. Buna da əməli cərən yoxdur axı. Belə bir cəryan yoxdur. Bəs bu Əlidir. Bu mənim Qərbi Avstraliya cəryanıdır, soyuq cəryanı. Elmin, Şərqi Avstraliya isti cəryan. təpənə dəysin, hə. Yüzü də. Şey Adam aşağı gəldi. İşaret aşağı aşağı gəlir o, gəldi. yuxarı getmir, aşağı gəlir. Sonra belə bir cəryanımız var idi. Onu görsəm. Cənub Passat. Hə, yaxşı. Bu olsun cənab Passat, mən nə deyirəm ki. Cənab Passat cəryanı bu. Eləmi, Cəmilə, Mozambik. Əli, İynəburnu. Elmin, Encel. Əli, O mənim aşağı düşmürdü o. Anqolada aşağı düşür. Məncə, sonra mən elə bilirəm. başlıyor, yox. Yuxarı gedir. İstiqamət. Həqiqi. Düzdür, mən xəritədə baxdım. Osman Emin'in buradan gəlirdi. Evet, nədir bu? Cəmilə, Cənub Passat. Cənab Passat. Əli, O mənim Braziliyadır. Düşür aşağı.
Elmin. Falkland. Düşdü yenə səliyə mən. Falkland qabağına çıxıb. Forget aşağı düşürdü o da. Fark etmirdi Forget Çağlayan. Aslında nəyə görə deyirsiz? Şimdi istiqamətlərə görə söylə belə təkdir deyək biz. Bu Angola çayanı bu cənuba gəlir, düzəlir. Bu cənub istiqamətlə gedir. Mən bu davamını çəkmək istəyirdim bir, ona görə bu çarptırdı məni orada. Yox, istiqamətlərlə gedir də, bəs nədir? Yoxsa hazır halvadır ya, yeyəsən bu. Cənub pasla cərəni neçə okeandan keçirdi? 3 okean, Bir Sakit sonrakı Atlantik Okeandan Hind. keçirdi. Aha, buradan gəldik belə Cəmlə. Somali. Hə. Somali. Burada bir dənə etməsə belə olmalıdır, belə bir şey var. Əli, Hə, bəli. Muson demək istəyirəm. Muson Hə, demək Muson. istəyirəm. Sonra belə deyək, bir dənə buna. Hər dəfəsində mən o xəritəni şey edirəm. Atıram gedir. İnternetimizə şükür. Deməli, Əli, Deməm Peru dəyəm. Cəmlə, Cənub Passat. Humboldt, Elmin, Cənub Passat. Əli, Bu da mənim cənab Passatda. Cəmlə, bura bəs, Şərqi Avstraliya. Şərqi Avstraliya. Buradan belə, Cəmlə, Şimal Maşallah. Passat. Şimal. bəs bu Cəmlə, Əks cəryan. Passatlar arası əks Passatlar cəryan. arası əksəriyyət. Hansı? Elmin, Kroşiya. Rusiya cəryanı. Əli, Bu mənim Kulu Kamçatka. yox, elə bir şey yox. Belə, rəxmən Hı. belə. Bu Şimal, məndə yox. sakit Sakit okean okean. cəryanı. Hə, Bunun bir qolu belə yuxarı gedir, dönür. Alyaska, Bir qol aşağı düşür. Kaliforniya. Kaliforniya. Kaliforniya cənubu. Bir də burada bizim qəşəng bir dənə cəryanımız var. O yaşıyor. O O yaşayır. yaşıyor. Hə, o ölməyib. Belə ölüb Tam o yaşını Bizim, saslıyor. bizim üçün deyir ölməyib. Hə, sağ deyirəm ölübdür. Sonra buradan bir dənə belə pavarat elədik Cəmlə. Gulfstream. Buradan bəs Labrador. Əli, Yuxarı çıxdıq müəllim Norveç. Şimali Şimali Atlantik. Atlantik. Şimali Atlantik Norveç. Aşağı düşürəm Elmin. Kanar cəryanı. Sonra cəryan. Soyuq cəryanların keçdiyi ərazidə Şimdi deyin də fərq yoxdur. soyuq cəryan duzluq az, quraq iqlim, Arı isti iqlim. cəryanda rütubət çox, duzluq çox. Olsun. Andik informasiya. Belə başqa ora nə bilim ən duzlu dəniz falandır, duzluqdur. Duzluqda bir dəniz. dənə yəni ki, həmişə yadda qalsın yenə bunu təkrar deyim. Vaxtımız az qalıb. Duzluq məsələdə əgər su alıb verirsənsə, yəni ki, şirin su əlavə etmək və ya su buxarlandırmaq məsələsi varsa, məsəl üçün burada 1 litrdə deyir ki, 20 qram duz varsa, hə bunu 20 götürdün. Məsəl üçün deyir ki, bunun üzərisinə 50% nə bilim ya da yarısı qədər su əlavə etdin. Yəni artıq oldu 1,5 litr. Bunun duzu nə qədərdir? X-dir. Bu tənasübü çarpaz vurmadan yazsaq düzdür. Riyazi cəhətdən düz deyil, amma məsələmizin həllində düzgün cavab alacağıq. Yəni biz bunu çarpaz vurmuruq. 1,5-i vururam X-ə yazıram. Biri də vururam 20-yə alıram. Bu şəkildə yazıb tənasübü həll edib gedirəm. Amma digər məsələlərdə artıq nədir? Tənasübü çarpaz şəkildə vurmaqla həll etməklə məsələlərimizi yazmaq olur. Exolot suallarında səs düz düşəsi bir şey deyil məncə bu dəfə exolot düşməz. Səs siqnalı gedib gəlmə varsa yarıya bölürsən həmişə. Əgər çökəkliyinin dibinə göndərilibsə, onda heç yarıya bölmürsən, olduğu kimi saxlayırsan. Yəni buradan belədir və başqa bir şey. Okean suyuna hərəkət edən qüvvələr, dalğalar, nə bilim, küləklərin təsirindən, sualtı təkanların təsirindən, cəryanlar daimi küləklərin təsirindən yaranır məsəl üçün.
Belə, bunlardır əsas. Onsuz bunlar hamısını biz dəfələrlə sual cavab eləmişik. Yəni burada lazım olan o idi ki, bu xırdalıqlara toxunaq. Buyur. Canlı söyləri götürək təşəkkür ederim.